Qoç. Bugün enerjin adətkindən daha güclü olacaq və bu enerjini düzgün istiqamətə yönəltmək sənin əlindədir. Səhər saatlarında qərarsızlıq hiss edə bilərsən, amma günortadan sonra fikirlərin aydınlaşacaq. İş yerində uzun müddətdir gözlədiyin bir imkan qarşına çıxa bilər, ona görə diqqətli ol. Ünsiyyətdə biraz kəskin olmağa meyilli olacaqsan, ona görə sözlərini ölçüb biçmək sənə fayda verər. Maliyyə məsələlərində tələsik qərarlardan uzaq dur, çünki bugünkü seçimlər gələcəyə uzun müddət təsir edə bilər. Yaxınlarınla münasibətlərində səmimiyyət önə çıxacaq və bu aranızdakı bağı gücləndirəcək. Fiziki aktivlik sənin üçün əla bir təsirləyici olacaq, xüsusilə açıq havada hərəkət etmək əhval-ruhiyyəni yüksəldəcək. Kiminsə səni tənqid etməsi səni əsəbləşdirə bilər, amma bunu şəxsi qəbul etmə. Yaradıcı layihələr üzərində işləyirsənsə, bugün ilhamın adətkindən daha güclü olacaq. Səbirsizlik bugünün ən böyük düşməni olacaq, ona görə tələsmədən hərəkət etməyə çalış. Ailə üzvlərindən biri sənə köməyə ehtiyac duya bilər və bu köməyi əsirgəməməlisən. Karyeranla bağlı yeni bir təklif ala bilərsən, amma dərhal cavab verməkdən çəkin. Özünə vaxt ayırmaq bugün xüsusilə vacibdir, çünki daxili tarazlığın buna bağlıdır. Səfər planların varsa, kiçik dəyişikliklər gözlənilir. Dostların arasında liderlik rolunu öz üzərinə götürəcəksən və bu sənə yaraşacaq. Pul xərcləməzdən əvvəl 2 dəfə düşünmək məsləhətdir. Romantik həyatında gözlənilməz bir jest münasibətini canlandıra bilər. İşdə komanda ilə əməkdaşlıq bugün xüsusilə məhsuldar olacaq. Səhhətinlə bağlı kiçik siqnallara diqqət yetir, bədənin sənə nəsə demək istəyir. Gecə saatlarında sakit bir mühitdə düşüncələrini toplamaq sənə yaxşı gələcək. Buğa. Bugün sabitlik axtarışın adətkindən daha güclü hiss olunacaq və bu, sənin təbii xarakterinlə tam uyğun gələcək. Maddi məsələlərdə diqqətli planlaşdırma bugün xüsusi əhəmiyyət kəsb edir, çünki gördüyün addımlar uzun müddətli nəticələr verəcək. İş yerində sənə tapşırılan bir vəzifə səbir tələb edəcək, amma nəticə zəhmətinə dəyəcək. Yaxın münasibətlərində rahatlıq və etibar hissi güclənəcək. Kimsə səndən məsləhət istəyəcək və verdiyin cavab onun üçün çox dəyərli olacaq. Gündəlik rutinini pozan gözlənilməz bir hadisə səni əvvəlcə narahat etsə də sonda müsbət nəticə verəcək. Yemək və rahatlıqla bağlı kiçik zövqlər bugün əhvalını yaxşılaşdıracaq. İnadkarlığın bəzən sənə mane olur, bunu bugün nəzərə al. Yaradıcılıqla bağlı bir hobbiyə vaxt ayırmaq daxili gərginliyini azaldacaq. Ailə üzvləri ilə keçirdiyin vaxt səni yenidən gücləndirəcək. İş yoldaşlarından biri sənin fikrini soruşa bilər və dürüst cavabın hörmət qazandıracaq. Pul qazanmaq üçün yeni bir fikir ağlına gələ bilər, amma icra etməzdən əvvəl planını dəqiqləşdir. Fiziki gərginliyi azaltmaq üçün gərəkli olan hərəkətlərə vaxt ayır. Kiminsə sənə etimadını itirməsindən qorxma, əksinə açıq ol. Təbiətlə təmas bugün sənə xüsusilə yaxşı gələcək. Uzun müddətdir təxirə saldığın bir işi görməyə başlamaq üçün əlverişli vaxtdır. Sevdiklərinlə keçirəcəyin sadə anlar böyük xoşbəxtlik gətirəcək. Bəzi maliyyə xərcləri gözlənilmədən ortaya çıxa bilər, ehtiyat büdcə yaratmaq faydalı olar. Axşam saatları rahatlaşmaq və bərpa olmaq üçün ideal olacaq. Əkizlər. Bugün fikirlərin çox sürətli işləyəcək və ətrafındakilarla ünsiyyətin xüsusilə canlı olacaq. Yeni məlumatlar əldə etmək üçün əlverişli bir gündür, ona görə maraqlandığın mövzulara vaxt ayır. İş yerində çoxsaylı tapşırıqlar arasında diqqətini itirməmək üçün prioritetlərini müəyyən etmək vacibdir. Dostlarınla söhbətlər sənə yeni perspektivlər açacaq. Kimsə sənə maraqlı bir təklif edə bilər, amma qərar verməzdən əvvəl bütün detalları öyrən. Ailə üzvlərindən biri ilə açıq söhbət etmək köhnə anlaşılmazlığı aradan qaldıracaq. Yazı, danışıq və ya təqdimatla bağlı işlərdə bugün xüsusilə uğurlu olacaqsan. Diqqətini cəmləşdirmək bəzən çətin görünsə də kiçik fasilələr sənə kömək edəcək. Sosial mühitdə tanış olduğun yeni insanlar gələcəkdə əhəmiyyətli əlaqələrə çevrilə bilər. Pulla bağlı bir qərar verməzdən əvvəl bir neçə variantı müqayisə etmək faydalı olacaq. Sevgi həyatında yüngül və əyləncəli anlar üstünlük təşkil edəcək. Gündəlik planların dəyişə bilər, amma bu dəyişiklik sənin üçün yeni fürsətlər yarada bilər. Öz fikirlərini ifadə etməkdən çəkinmə, ətrafındakılar səni dinləməyə hazırdır. Texnologiya ilə bağlı kiçik bir problem səni yorsa da tez həll ediləcək.
Kitab oxumaq və ya yeni bir bacarıq öyrənmək bu gün sənə böyük məmnuniyyət verəcək. İkili münasibətlərdə anlaşma və dialoq önə çıxacaq. Enerjini bir neçə istiqamətə bölmək əvəzinə ən vacib işə fokuslanmaq daha səmərəli olar. Qohumlarından biri səninlə əlaqə saxlaya bilər. Axşam saatlarında sakitləşmək üçün musiqi və ya yaradıcı məşğuliyyət faydalı olacaq. Xərçəng. Bugün hisslərin adətkindən daha dərin olacaq və bu, həm sənə, həm də ətrafındakılara müsbət təsir göstərəcək. Ailə ilə bağlı məsələlər diqqət mərkəzində olacaq və bu sahədə atacağın addımlar münasibətləri gücləndirəcək. İş yerində emosional intuisiyan sənə düzgün qərar verməkdə köməkçi olacaq. Keçmişlə bağlı xatirələr bugün səni ziyarət edə bilər, onları müsbət şəkildə qəbul etməyə çalış. Yaxın bir insanla söhbətdə səmimiyyət göstərmək aranızdakı bağı möhkəmləndirəcək. Ev mühiti bugün sənin üçün xüsusilə vacib olacaq, evdə kiçik dəyişikliklər əhval-ruhiyyəni yaxşılaşdıra bilər. Maliyyə baxımından ehtiyatlı olmaq bugün üçün ən doğru strategiyadır. Kimsə sənə köməyə ehtiyac duya bilər və onun yanında olmaq sənə də daxili rahatlıq gətirəcək. Yaradıcı bir layihə üzərində işləyirsənsə, hisslərini əsərinə köçürmək gözəl nəticələr verə bilər. Bəzi insanlarla münasibətlərində həssaslığın sənə mane olmasın, öz sərhədlərini qorumağı unutma. Yemək hazırlamaq və ya evdə vaxt keçirmək bugün sənə rahatlıq gətirəcək. İş yoldaşlarınla əməkdaşlıq gözlədiyindən daha səmərəli olacaq. Uzaqdakı bir dostundan xəbər ala bilərsən. Sağlamlığınla bağlı kiçik narahatlıqlar varsa, onlara diqqət yetirməyin vaxtıdır. Öz emosiyalarını başqalarına açmaq bugün sənə yüngüllük gətirəcək. Maddi planlaşdırmada uzun müddətli təhlükəsizliyə önəm ver. Sevgi həyatında dərin və mənalı anlar yaşana bilər. Kiminsə sənə etimad göstərməsi səni məmnun edəcək. Gecə saatlarında sakit mühitdə düşüncələrini nizamlamaq faydalı olacaq. Özünə qarşı şəfqətli olmağı unutma, hər şeyi mükəmməl etmək məcburiyyətində deyilsən. Ümumilikdə bugün hisslərinin rəhbərlik etdiyi, ailə və yaxınlıqla bağlı mühüm anların yaşandığı bir gün olacaq. Şiir. Bugün diqqət mərkəzində olmaq sənə xüsusilə xoş gələcək və bu, təbii cazibəndən qaynaqlanacaq. İş yerində liderlik keyfiyyətlərin önə çıxacaq və komandan səni izləməyə hazır olacaq. Yaradıcı ifadə formaları bugün sənə böyük məmnuniyyət gətirəcək, ona görə özünü ifadə etməkdən çəkinmə. Kimsə sənin fikrini soruşacaq və cəsarətli cavabın hörmət qazandıracaq. Maliyyə məsələlərində təmtəraqlı xərclərdən qaçmaq bugün üçün müdrik seçim olacaq. Sevgi həyatında romantik jestlər münasibətini canlandıracaq. Dostların arasında əyləncəli anlar yaşanacaq və bu, əhval-ruhiyyəni yüksəldəcək. Özünə inan bugün sənin ən güclü silahın olacaq, amma qürurun səni yanlış qərarlara aparmasın. Ailə üzvlərindən biri sənə diqqət göstərməyini gözləyir. Yeni bir layihəyə başlamaq üçün əlverişli enerji hiss edəcəksən. İş yoldaşların arasında münaqişə yaranarsa, sakitliyini qorumaq vacibdir. Fiziki fəaliyyət bugün sənə xüsusilə yaxşı gələcək və enerjini tarazlayacaq. Kiminsə səni qısqanması səni narahat etməsin, öz yoluna davam et. Uşaqlarla və ya gənclərlə vaxt keçirmək sənə sevinc gətirəcək. Pul qazanmaq üçün yaradıcı bir fikir ağlına gələ bilər. Özünü göstərmək istəyin bəzən başqalarını kölgədə qoya bilər, bunu unutma. Səyahət planların varsa, bugün onları müzakirə etmək üçün yaxşı vaxtdır. Sevdiyin insanla açıq söhbət münasibətinizi daha da möhkəmləndirəcək. Axşam saatları əylənmək və sosiallaşmaq üçün ideal olacaq. Özünə qarşı təvazökar qalmaq uğurlarını daha da şirinləşdirəcək. Ümumilikdə bugün parlamaq və özünü göstərmək üçün əlverişli, enerjili bir gün olacaq. Qız. Bugün detallara diqqətin adətkindən daha kəskin olacaq və bu, iş yerində böyük fayda gətirəcək. Planlaşdırma və təşkilatçılıq bacarığın bugünkü tapşırıqları asanlıqla həll etməyə kömək edəcək. Kiminsə səhvini görmək səni əsəbləşdirə bilər, amma tənqidini yumşaq şəkildə çatdırmağa çalış. Sağlamlığınla bağlı gündəlik vərdişlərinə diqqət yetirmək bugün xüsusilə vacibdir. Ailə üzvlərindən biri sənin praktik məsləhətinə ehtiyac duyacaq. Maliyyə hesablamalarında dəqiqlik göstərmək gələcəkdə problemlərin qarşısını alacaq. İş yoldaşlarınla əməkdaşlıq bugün xüsusilə səmərəli olacaq. Kiçik bir səhvi düzəltmək üçün vaxt ayırmaq sənə rahatlıq gətirəcək. Yeni bir bacarıq öyrənmək və ya kurs araşdırmaq sənin üçün faydalı ola bilər.
Sevgi həyatında praktik jestlər romantik sözlərdən daha çox təsir edəcək. Ev və iş yerində nizam-intizam yaratmaq əhval-ruhiyyəni yaxşılaşdıracaq. Kimsə sənə minnətdarlığını bildirəcək və bu səni məmnun edəcək. Özünü tənqid etmək əvəzinə gördüyün işlərə görə özünü təqdir et. Dostların arasında etibarlı məsləhətçi rolunu oynayacaqsan. Gündəlik rutinində kiçik dəyişikliklər böyük fərq yarada bilər. Yeni layihəyə başlamazdan əvvəl planını diqqətlə hazırlamaq faydalı olacaq. Bəzən mükəmməliyyətçilik səni yormaqda davam edir. Bugün özünə qarşı yumşaq ol. Pul qənaəti ilə bağlı yeni bir strategiya tapa bilərsən. Axşam saatlarında sadə və sakit fəaliyyətlər sənə rahatlıq gətirəcək. Tərəzi. Bugün münasibətlərə diqqətin xüsusilə güclü olacaq və ətrafındakilarla harmoniya axtaracaqsan. Qərar vermək bəzən çətin görünsə də, bugün seçim etmək üçün əlverişli enerji var. İş yerində əməkdaşlıq və kompromis münaqişələri həll etməyə kömək edəcək. Sevgi həyatında romantik və yumşaq anlar üstünlük təşkil edəcək. Ədalət hissin bugün xüsusilə güclü olacaq və kiminsə haqqını müdafiə etmək istəyəcəksən. Estetik zövqün bugün özünü göstərəcək, ətrafını gözəlləşdirmək sənə məmnunluq gətirəcək. Dostlarınla vaxt keçirmək daxili tarazlığını bərpa edəcək. Kiminsə fikrini dəyişdirmək üçün diplomatik yanaşman faydalı olacaq. Maliyyə məsələlərində balanslaşdırılmış qərarlar vermək bugün üçün vacibdir. Ailə üzvləri arasında sülh yaratmaq rolunu öz üzərinə götürəcəksən. Sənətlə bağlı fəaliyyətlər bugün sənə ilham verəcək. İkili münasibətlərdə açıq ünsiyyət anlaşılmazlıqları aradan qaldıracaq. Özünü başqalarına görə deyil, öz istəklərinə görə dəyərləndirməyi unutma. İş yoldaşlarınla əməkdaşlıq gözlədiyindən daha rahat keçəcək. Yeni bir tanışlıq gələcəkdə əhəmiyyətli əlaqəyə çevrilə bilər. Qərarsızlığın səni yormasın, intuisiyana güvən. Ev mühitində rahatlıq və gözəllik yaratmaq bugün sənə xoş gələcək. Kiminsə tərifi səni məmnun edəcək. Axşam saatlarında sevdiyin insanla keçirdiyin vaxt xüsusi mənə daşıyacaq. Ümumilikdə bugün harmoniya, gözəllik və münasibətlərin önə çıxdığı sakit bir gün olacaq. Əqrəb. Bugün daxili gücün adətkindən daha aydın hiss olunacaq və bu, sənə çətin məsələləri həll etməkdə köməkçi olacaq. Sirli və dərin düşüncələr bugün zehnini məşğul edəcək. İş yerində strateji düşüncən sənə üstünlük qazandıracaq. Kiminsə sənə qarşı səmimi olmaması səni narahat edə bilər, amma intuisiyana güvənərək düzgün qərar verəcəksən. Maliyyə məsələlərində gizli qalan bir detal üzə çıxa bilər. Yaxın münasibətlərdə dərin və mənalı söhbətlər aranızdakı bağı gücləndirəcək. Dəyişiklikdən qorxma, çünki bugün baş verən transformasiya sənin xeyrinə olacaq. Kiminsə etibarını qazanmaq üçün səbir tələb olunacaq. Özünü qorumaq instinktin güclü olsa da, bəzən açıq olmaq daha çox fayda verir. İş yoldaşları arasında güc balansı dəyişə bilər. Sevgi həyatında ehtiraslı və dərin anlar yaşanacaq. Kiminsə səni manipulyasiya etməyə çalışmasına qarşı ayıq ol. Araşdırma tələb edən işlərdə bugün xüsusilə uğurlu olacaqsan. Köhnə bir problemi kökündən həll etmək üçün əlverişli vaxtdır. Ailə üzvlərindən biri ilə uzun müddətdir davam edən gərginlik yumşala bilər. Öz emosiyalarını tam açmasan da etibar etdiyin insanlarla paylaşmaq faydalı olacaq. Pulla bağlı investisiya qərarlarında diqqətli təhlil aparmaq vacibdir. Fiziki və zehni gücünü bərpa etmək üçün tənha vaxt keçirmək sənə yaxşı gələcək. Kiminsə sənə minnətdar olması səni təəccübləndirəcək. Axşam saatlarında dərin düşüncələr səni yeni qərarlara aparacaq. Ümumilikdə bugün güc, transformasiya və dərinliklə xarakterizə olunan təsirli bir gün olacaq. Oxatan. Bugün macəra həvəsin adətkindən daha güclü olacaq və yeni təcrübələrə açıq olacaqsan. Uzaq məsafələrlə bağlı planlar, səyahət və ya yeni yerlərin kəşfi bugün diqqətini çəkəcək. Optimizmin ətrafındakilara da yayılacaq və bu mühiti canlandıracaq. İş yerində geniş perspektivdən düşünmək sənə üstünlük qazandıracaq. Fəlsəfi və ya mənəvi mövzularda dərin söhbətlər bugün sənə maraqlı gələcək. Kiminsə sənə yeni bir fikir təklif etməsi həvəsini artıracaq. Maliyyə baxımından həddindən artıq nikbin olmaq bəzi riskləri gözdən qaçırmağa səbəb ola bilər, ona görə ehtiyatlı ol. Təhsil və ya öyrənmə ilə bağlı yeni bir fürsət qarşına çıxa bilər. Dostlarınla gözlənilməz bir plan quraşdıra bilərsən.
Sevgi həyatında sərbəstlik və azadlıq hissi önə çıxacaq. Kiminsə sözlərini həddindən artıq birbaşa deməsi başqalarını incidə bilər, diplomatiyanı unutma. Ailə üzvlərindən biri ilə fərqli fikirlər üzərində müzakirə edə bilərsən. Yeni bir dil, mədəniyyət və ya sahə ilə maraqlanmaq bugün sənə ilham verəcək. İş yoldaşların arasında əyləncəli və rahat atmosfer yaranacaq. Gündəlik rutindən yayınmaq sənə yaxşı gələcək. Kiminsə tənqidini şəxsi qəbul etməməyə çalış. Fiziki fəaliyyət və açıq havada vaxt keçirmək əhval-ruhiyyəni yüksəldəcək. Pul xərcləməzdən əvvəl planını nəzərdən keçirmək faydalı olacaq. Axşam saatlarında kitab oxumaq və ya yeni bir sənədli izləmək sənə məmnuniyyət verəcək. Ümumilikdə bugün genişlənmə, öyrənmə və macəra hissi ilə dolu, nikbin bir gün olacaq. Oğlaq. Bugün məqsədyönlülüyün adətkindən daha güclü hiss olunacaq və bu, sənə uzun müddətli planlarını irəli aparmaqda kömək edəcək. İş yerində məsuliyyət daşıdığın vəzifələrdə etibarlılığın önə çıxacaq. Maliyyə planlaşdırmasında diqqətli və sistemli yanaşma bugün xüsusilə səmərəli olacaq. Kiminsə sənə etibar etməsi əlavə məsuliyyət gətirəcək, amma bunu öhdəsindən gələ biləcəksən. Ailə üzvlərindən biri sənin praktik dəstəyinə ehtiyac duyacaq. Karyera ilə bağlı uzun müddətli hədəflərinə doğru kiçik, amma əhəmiyyətli addım ata bilərsən. Özünə qarşı həddindən artıq tələbkar olmaq bəzən yorucu ola bilər, bunu bugün nəzərə al. İş yoldaşlarınla əməkdaşlıq nizamlı və səmərəli olacaq. Sevgi həyatında sabitlik və etibar önə çıxacaq. Kiminsə sözünə əməl etməməsi səni məyus edə bilər, amma bunu şəxsi qəbul etmə. Vaxtını düzgün idarə etmək bugün böyük fayda gətirəcək. Yeni bir məsuliyyət qəbul etməzdən əvvəl imkanlarını diqqətlə qiymətləndir. Ailə ilə bağlı maliyyə məsələləri müzakirə oluna bilər. Zəhmətinin nəticəsini görmək sənə böyük məmnuniyyət verəcək. Dincəlməyə vaxt ayırmaq bugün xüsusilə vacibdir, çünki daim işləmək səni yora bilər. Kiminsə sənə minnətdarlığını göstərməsi səni təəccübləndirəcək. Uzun müddətli investisiya haqqında düşünmək üçün əlverişli vaxtdır. Özünü başqaları ilə müqayisə etməkdən çəkin. Axşam saatlarında sakit mühitdə planlarını nəzərdən keçirmək faydalı olacaq. Ümumilikdə bugün məsuliyyət, sabitlik və uzun müddətli uğura doğru atılan addımlarla dolu bir gün olacaq. Dolça. Bugün orijinal düşüncə tərzin adətkindən daha güclü ortaya çıxacaq və bu, ətrafındakıları təəccübləndirəcək. Yeni fikirlər və yaradıcı həllər bugün zehnini məşğul edəcək. İş yerində qeyri-ənənəvi yanaşman problemləri fərqli bucaqdan həll etməyə kömək edəcək. Dostluq münasibətləri bugün xüsusilə əhəmiyyət kəsb edəcək. Kimsə sənin fikrinlə razılaşmaya bilər, amma öz mövqeyini sakit şəkildə müdafiə etməyi bacaracaqsan. Texnologiya və ya elmi mövzular bugün diqqətini çəkəcək. Ailə üzvlərindən biri sənin fərqli baxış bucağına ehtiyac duyacaq. Sosial layihələr və ya kollektiv fəaliyyətlər bugün sənə həvəs verəcək. Maliyyə məsələlərində qeyri-adi bir imkan qarşına çıxa bilər. Sevgi həyatında azadlıq hissi ilə yaxınlıq hissi arasında balans axtaracaqsan. Kiminsə sənə çox ehtiyac duyması səni biraz narahat edə bilər, amma bu təbii bir hissdir. İnsanlıq və ictimai məsələlərlə bağlı düşüncələr bugün səni məşğul edəcək. İş yoldaşların arasında yenilikçi bir fikir irəli sürə bilərsən. Gündəlik rutindən yayınmaq sənə yaxşı gələcək. Kiminsə tənqidini obyektiv şəkildə qiymətləndirməyə çalış. Onlayn icmalar və ya maraq qrupları ilə əlaqələrin güclənə bilər. Pul xərcləməzdən əvvəl uzun müddətli faydasını düşün. Axşam saatlarında dostlarla keçirdiyin vaxt sənə enerji verəcək. Özünü ifadə etmək üçün yaradıcı bir fəaliyyətə vaxt ayır. Ümumilikdə bugün yenilik, azadlıq və orijinallıqla dolu, maraqlı bir gün olacaq. Balıqlar. Bugün həssaslığın və intuisiyan adətkindən daha güclü olacaq və bu, sənə düzgün qərarlar verməkdə köməkçi olacaq. Yaradıcı ilham bugün xüsusilə güclü hiss olunacaq, ona görə sənətlə bağlı fəaliyyətlərə vaxt ayırmaq faydalı olar. İş yerində empatiyan iş yoldaşlarınla münasibətlərini yaxşılaşdıracaq. Kiminsə hisslərini anlamaq üçün xüsusi səy göstərməyəcəksən, çünki bu sənə təbii gələcək. Ailə üzvlərindən biri sənin dəstəyinə ehtiyac duyacaq. Xəyalpərəstliyin bəzən reallıqdan uzaqlaşmağa səbəb ola bilər, bugün buna diqqət et. Maliyyə məsələlərində qərarsızlıq yaşaya bilərsən, amma etibarlı bir insandan məsləhət almaq faydalı olacaq.
Sevgi həyatında dərin və romantik anlar önə çıxacaq. Musiqi, sənət və ya kino bugün sənə xüsusi təsir edəcək. Kiminsə səni istismar etməsinə qarşı ayıq olmaq lazımdır, çünki mərhəmətin bəzən sərhədlərini unutdurur. Tənha vaxt keçirmək daxili dünyanla yenidən əlaqə qurmağa kömək edəcək. İş yoldaşların arasında sakitləşdirici rol oynayacaqsan. Yuxular bugün adətkindən daha canlı ola bilər və sənə mesaj verə bilər. Kiminsə tərifi səni həddindən artıq təsirləndirə bilər. Öz sərhədlərini qorumaq bugün xüsusilə vacibdir. Mənəvi və ya meditativ fəaliyyətlər sənə daxili rahatlıq gətirəcək. Pul planlaşdırmasında realist olmağa çalış. Axşam saatlarında su kənarında və ya sakit yerdə vaxt keçirmək sənə yaxşı gələcək. Özünə qarşı şəfqətli olmağı unutma, hər kəsi razı salmaq məcburiyyətində deyilsən. Ümumilikdə bugün hissiyat, yaradıcılıq və intuisiyanın önə çıxdığı dərin bir gün olacaq.